Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 26-sı, həftənin cümə günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Azərbaycan Ermənistandan ərzaq məhsulları ala bilər. Bundan bağlı News 365 AS saytı bildirir ki, bu barədə Nikol Paşinyan danışıb. O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iki tərəfli ticarət, o cümlədən Ermənistanın Azərbaycana ixracın da başlaya biləcəyi realdır. Bəs Ermənistandan Azərbaycana hansı məhsullar ixrac oluna bilər və bu ixrac imkanlarının yaranması üçün hansı iqtisadi və logistik amillər vacibdir? Bundan bağlı demək ki, iqtisadçılar danışıblar. Onların sözünə görə Ermənistandan Azərbaycana spirtli və spirtsiz içkilər, kənd təsərrüfatı məhsulları, çay, qızıl balıq, ət məhsulları və digər bir sıra məhsullar ixrac oluna bilər. Lakin qeyd edildiyi kimi bütün bu əməliyyatların reallaşması müəyyən vaxt tələb edəcək.